uşaqlar, sizlərə dəstək üçün istədim ki, bu feilin təsriflənməyən formaları haqqında bir video çəkim, paylaşım. Deməli, feilin təsriflənməyən formaları nədir? Bundan əvvəlki izahda da sizə demişdim. Təsriflənən formalarla təsriflənməyən formaların fərqli cəhətlərini qeyd eləmişdik. Deməli, bilirdik ki, təsriflənən formalar şəxsə görə dəyişə bilən formalardır. Təsriflənməyən formalar isə şəxsə görə dəyişə bilməyən formalardır. Gəlin indi kitabın üzərində buna baxaq. Deməli, təsriflənən forma nədir? Deyək ki, buradan belə bir xətt çəkək. Bura yazaq təsriflənən, təsriflənən. Burada yazaq təsriflənməyən. Təsriflənməyən. Baxaq, məsələn, deyirəm ki, aldı. Gəlin görək, bu təsriflənəndir, yoxsa təsriflənməyəndir. Məsələn, mən aldım. Buramı artırdım. Sən aldın-nı artırdım. Görürsünüz, şəxs sonluqları artırıram. Təsriflənən feillərə daha doğrusu. Və yaxud da ki, aldıq. Görürsünüz, şəxs sonluğunu artırdım. Bu qaydada gedir. Yəni, təsriflənən feillər şəxsə görə dəyişə bilən feillərdir ki, həmin feillərin biz sonuna şəxs sonluğu qoyuruq. Amma təsriflənməyən feillərdə, məsələn, yazaq ki, bura almaq. İndi deyə bilərəmmi ki, mən almağam, sən almaqsan, biz almağıq. Görürsünüz, uşaqlar, yəni təsriflənməyən feillərdə biz şəxs sonluqların artıra bilmirik. Ona görə də bu feillərə təsriflənməyən feillər deyilir. Təsriflənməyən feillərin, bax, burada da yazıblar, şəxsə görə dəyişmək feilin əsas xüsusiyyətlərindən biridir. Lakin şəxsə və kəmiyyətə görə dəyişməyən feillər də vardır ki, belə feillərə təsriflənməyən feillər deyilir. Feilin təsriflənməyən formaları isə aşağıdakılardır. Hansılardır? Deməli, məsdər, daha sonra feili sifət, bir dənə feili bağlama. Bunlar feilin təsriflənməyən formalarıdır. İndi bunların da hər birinin özünə məxsus xüsusiyyətləri var. Lakin oxşar xüsusiyyətləri də var. Oxşar xüsusiyyətləri nədir? Hər biri iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Məsələn, məsdər, isim, feil. Sonra deyək ki, feili sifət hansı deməli nitq hissəsinin xüsusiyyətini daşıyır? Adından da göründüyü kimi sifət, feil. Sonra feili bağlama zərf və feilin xüsusiyyətini daşıyır. Yəni, hər biri iki nitq hissəsinin xüsusiyyətini daşıyır ki, bu hər birinə aid xüsusiyyətdir. Eyni zamanda bunların feilə aid, yəni elə bir ki, təsriflənməyən feillərdə bir var, məsələn, məsdəri götürək, bir var ismə aid xüsusiyyətləri, bir də var feilə aid xüsusiyyətləri. Yəni, feilə aid xüsusiyyətlər məsdərdə də, elə feili sifətdə də, feili bağlamada da hamısında eynidir. Yəni, feilə aid xüsusiyyətlər hissəsi demək olar ki, heç dəyişmir. Yəni, üçü də feilin qrammatik məna növlərində ola bilər, sonra təsdiq və inkarda ola bilər, sonra ətrafına söz toplayıb tərkib yarada bilər. Bunlar hamısı feilə aid xüsusiyyətlər. Təbii ki, feildirsə hərəkət bildirəcək. Bunlar hamısı hər üçünün feilə aid olan ortaq xüsusiyyətləridir. İndi gəlin buradakı məsələn tapşırıqlara baxaq. Düzdür, indi siz bu tapşırıqları işləmisiniz yəqin ki. Gəlin bir dəfə də mən izah edeyim. İndi deyir, cümlədə təsriflənməyən feilləri tapın. Deyir, dünyada eyni cür düşünən iki insan tapmaq çətindir. Görürsünüz uşaqlar, burada bir dənə düşünən sözü var. İndi deyə bilərik, mən düşünənəm, sən düşünənsən, biz düşünərik. Görürsünüz, uyğun gəlmir də. Burada ən şəkildisi feili sifətin şəkildisidir. Sonra, dünyada ac qalar tər tökməyənlər, onların ömrü də tez gedir bada. Hər kəs əkdiyini biçər dünyada. Baxın, tökməyənlər var burada feili sifət. Sonra, əkdiyini var feili sifət. Gedir, gedirəm, gedirsən, gedirik. Görürsünüz, oldu bu. Yəni, şəxsə görə dəyişdi. Deməli, bu təsriflənən feildir. Sonra 3-ə baxaq. İnsan yanılanda bunu hamı görür. Danışanda
isə çox az adam görə bilir. Baxın, yanılandanam, yanılandansan deyə bilərik. Yox, deməli bu təsriflənməyəndir. Danışandanam, danışandanıq belə deyə bilərik. Xeyr, deməli bu da təsriflənməyən feildir. Görür, görürəm, görürük, görürsən. Bax, bu təsriflənəndir. Bunu götürmək olmaz. Görə bilirik, görə bilirsiniz və s. Bunlar isə təsriflənən feillərdir. Amma yanılanda və danışanda isə oldu təsriflənməyən feil. Yanılanda və danışanda olur feili bağlama. Sonra digərinə baxaq. Sözlə insanları birləşdirmək də olar, ayırmaq da. Deməli, ayırmaq da, bax, olaram, olarsan, olarıq, bu olar. Yəni, bu təsriflənəndir. Amma birləşdirməyəm, ayrılmağam deyə bilmirik. Ona görə bunlar olur təsriflənməyən. Sonra ucadan danışmaq var burada bir də eşitsinlər var. Deməli, astadan danışmaq, dinləsinlər. Deməli, dinlə sözünə baxın. Dinləsin ilə əmr şəklindədir. Dinləsin, sonra dinləyək, dinləyin. Görürsünüz, bax, bu dəyişdi. Sonra eşitsinlər, eşidin, eşidək. Bax, bu da dəyişdi. Deməli, bu ikisi nədir? Təsriflənəndir. Amma danışmaqla, elə burada da danışmaq var. Bu ikisi məsdərdir. Çünki danışmağam deyə bilmirik. Sonra susmaq baxaq. Bax, susmaq var, məsdər var. Yaraşır var. Bir ikisinin isə eybini örtbasdır edir. Örtbasdır edir. Deməli, susmaq birlikdə məsdərdir. Susmağam deyə bilmirik. Yaraşır, yaraşırıq, yaraşırsınız. Görürsünüz, bu təsriflənəndir uşaqlar. Sonra örtbasdır edir. Örtbasdır edirik, örtbasdır edirsiniz. Görürsünüz, bu da oldu təsriflənən feil. Ona görə bunu da götürmürük. Burada bir dənə canımız oldu. Susmaq. Daha sonra burada nə deyir? Deyir, verilmiş cümlələrdə feilləri seçib müvafiq xanalara yoğunlaşdırın. Bu qayda ilə uşaqlar seçərsiniz. Pişik olmayan, bu görürsünüz, olmayan an. Yəni, bu nədir? Təsriflənməyən. Yəni, feili sifətdir. Baş qaldırar, qaldırarıq, qaldırarsınız. Görürsünüz, bu təsriflənəndir. Sonra, axar su gələnə qədər qurbağanın canı çıxarıq, çıxarsınız. Bu nə oldu? Bu oldu təsriflənən. Gələnə qədər an, ən. Bu da oldu nə? Təsriflənməyən. Aslan qocalanda başına çaqqallar yığılar. Yığılar, yığılarıq, yığılarsınız. Bu oldu nə? Təsriflənən. Təsriflənən. Bu isə oldu qocalanda təsriflənməyən. Təsriflənməyən. Qocalanda, qocalandanam deyə bilmirik axı. Feili bağlamadır. Sonra keçək digərinə. Qorxan var burada, saxlamaz var. Baxın, deməli, burada saxla sözüdür də, saxlayar. Görürsünüz, zamana görə dəyişir. Bu saxlamaz sözü qeyd-qəti gələcək zamandadır. Deməli, burada zamana görə dəyişibdir. Saxlamazıq, sonra saxlamazsınız, saxlamazlar. Görürsünüz, dəyişdi bu şəxsə görə. Ona görə bu olur təsriflənən. Qorxan söz isə feili sifətdir. Bu isə təsriflənməyəndir. Ən güclü insan özünü idarə etməyi bacaran. Baxın, idarə etmək, bu da məsdərdir. Məsdərdir, yəni təsriflənməyəndir. Bacaran da feili sifətdir, elə bu da təsriflənməyəndir. Ağıllı adam öz səhvini düzəltmək nədir? Məsdər. Çalışır, bu da nədir? Çalışıram, çalışırsan, çalışırıq. Bu da təsriflənən feildir. Sonra axmaq. Uşaqlar, axmaq var ha. Axmaq, biz bu məsdər deyil. Çünki axmaq isə axracan. Yəni, burada axmaq adam mənasındadır da. Necə adam? Bu sifətdir. Elə harada maq oldusa biz ona deyə bilmərik məsdərdir. Axracan səhvi üzərində düşünür, düşünürük, düşünürsünüz və s. Bu da deməli şəxsə görə dəyişir. Sonra keçək indi digər hissəyə. Görək, başqa nə var burada? İndi məsdər var burada. Məsdər də dedik ki, iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Yəni, nəyin xüsusiyyətini daşıyır da? İsmi xüsusiyyətini daşıyır. Bir də nəyin xüsusiyyətini daşıyır? Bir də feilin xüsusiyyətini daşıyır. İsmi bir də feilin xüsusiyyətini daşıyır. İsim kimi, bax, belə deyək də, cümlə daxilində
Cümlə daxilində ismin sualına cavab ver, amma ayrılıqda nə etməkdir sualına cavab verə bilir. Baxın, elə burada yazılıblar. Ayrılıqda nə etməkdir sualına cavab verir. Cümlə daxilində isə nə sualına cavab verir. Məsələn, deyirəm ki, oxumaq gözəldir. Oxumaq gözəldir. İndi mən bunu cümlə üzvünə görə təhlil etsəm, yəni sintaktik təhlil etsəm, gözəldir, nə oxumaq. Görürsünüz, mübtəda kimi nə sualına cavab verdi. Amma məsələn, gözəldir sözünü mən buradan silsəm, yəni sintaktik təhlil etməsəm, oxumaq sözü yəni nə etmək sualına cavab verəcək. Yəni belə ayrılıqda nə etmək sualına cavab verə bilər. İsmin xüsusiyyətini daşıyır. Məsələn, ismin sualına cavab verə bilir. İsim kimi hallana bilir. Məsələn, oxumaq, oxumağı, oxumağın, oxumağa, oxumaqda, oxumaqdan sonra İsim kimi cümlə üzvü olaraq mübtəda ola bilir, tamamlıq ola bilir. Bunlar isimdən, məsələn, məsdər xəbər olanda da yadınızda qalsın. İsmi xəbər olur. Bax, bunu yadınızda saxlayın. Yəni, feil olduğuna görə düşünməyin ki, hə, feil xəbər olar. Xeyr. Məsdər xəbər olanda da elə ismi xəbər olur. Ondan əlavə nə ola bilər? Məsələn, məqsəd zərfliyi ola bilər. Məqsəd zərfliyi ola bilər. Sonra ismi xəbər ola bilər, bunu dedik. İsmi xəbər ola bilir. Ən çox mübtəda ola bilir, tamamlıq ola bilir. Mübtəda, tamamlıq. Ən çox da deməli bu cümlə üzvləri olur. Tamamlıq ola bilir. Sonra istisna hallarda çox az hallarda var ki, məsələrin özünə aid olmayan xüsusiyyət. Düzdür, bu sizə o qədər də lazım deyil. Yəni təyin də ola bilir. Məsələn, oxumaq kimi vərdişi var. Necə vərdişi? Soruşurlar, video dayandı. İndi buradan davam edək yenə. Məsələrin bir şəkilçisini qeyd edək. Heç şəkilçisini qeyd eləmədik. Şəkilçisi nədir məsələrin? Maq, bir də nə? Maq üstü 2, yəni maq, məq, bir də ma, mə ola bilər. Şəkilçisi bu ikisi ola bilər. Bir də deməli, məsələn, hər maq görəndə də biz gedib onu məsdər götürə bilmərik də. Gərək bu maq nəyin üzərində olsun? Feilin üzərində olsun. Bax, burada diqqətli olun. Məsələn, elə ola bilər ki, çox feil olmasın. Məsələn, barmaq sözündə, indi barmaq sözünün üzərində maq varsa, bu o demək deyil ki, bu məsdərdir. Bax, burada da diqqətli olun. Gərək feilin üzərində olsun. Sonra, məsələn, axmaq insan. İndi bu axmaq insan, buradakı axmaq sözü məsələn nədir? Sifətdir də. Bax, buradan diqqətli olun. İndi gəlin burada bir-iki dənə tapşırığa baxaq görək burada nə deyir? Deyir ki, feilə oxşar xüsusiyyətlər, məsələn, ismə aid xüsusiyyətlər. Təsdiq feildir, məhcul növdədir. Gərək bunlar belə-belə yazasınız, bir-bir yazasınız. Məsələn, qorxaq adam başqalarından qorxusu oyatmaq. Məsələn, burada məsdərimiz nədir? Oyatmağa. Uşaqlar, bəs buradakı qın ya keçibdir. Çünki özündən sonra sait gəlib. Ona görə orada ya keçibdir. Qaydamızdır o bizim. Oyatmaq da birisi də məlum növdədir təbii ki. Təsdiqdirmi? Bəli, təsdiqdir. Çünki mamə şəkilçisi, inkar mamə şəkilçisi yoxdur. Sonra bunun olduğu feilə aid xüsusiyyətləri. Bəs yaxşı, ismə aid xüsusiyyətləri nədir? Qorxaq adam həmişə başqalarından qorxusu oyatmağa çalışır. Nəyə çalışır? Sual da nədir? Nəyə sualına cavab verir? Bəs yaxşı, hansı haldadır? Təbii ki, bu da yönlük haldadır. Köhnə paltar geymək təzəsini dilənməkdən yaxşıdır. Deməli, geymək təbii ki, hansı növdədir? Məlum növdədir. Bəs yaxşı, feilə aid başqa xüsusiyyətinə baxaq, təsdiqdədirmi? Bəli, təsdiqdədir. Bəs yaxşı, ismə aid xüsusiyyəti nədir? Köhnə paltar geymək təzəsini dilənməkdən yaxşıdır. Nə? Geymək. Deməli, nə sualına cavab verir? İsmə aid xüsusiyyətdə nədir? Nə sualına cavab verir? Sonra başqa ismə aid xüsusiyyəti, bəs hansı haldadır? Köhnə paltarı geymək təzəsini geyməkdən yaxşıdır. Deməli, təbii ki, adlıq haldadır. Adlıq haldadır. Sonra, bəs buna baxaq dilənməkdən. Bunun feilə aid xüsusiyyəti hansı haldadır? Qayıdış növdədir. Uşaqlar, halı nə idi? Üzrü sayın. Dillə neyinirsən? Diləyirsən, leksik. N-da leksik. Bu da olacaq qayıdış növdə, yəni özün dilənirsən də. Ona görə feilə aid xüsusiyyəti qayıdış növdədir. Təsdiqdədirmi? Bəli, təsdiqdədir. Çünki təsdiqdədir də inkar şəkilçisi yoxdur. Deməli, qayıdış növdədir və təsdiqdədir.
Sonra burada nədir? Heç kim səni qaldırmağa cəsarət etməz. Qaldırmaq sözü var burada. Qaldırmaq sözdə feilə aid xüsusiyyəti odur ki, təsdiqdədir. Deməli, qrammatik məna növdəki qaldırmaq birisi də sadə sözdür. Sözün kökü ilə qaldırdı. Ona görə məlum növdədir. İsmə aid xüsusiyyəti də odur ki, heç kim səni qaldırmağa nəyə sualına cavab verir. Bir də yönlük haldadır. Sonra öz mənfəətin üçün başqalarına ziyan verməkdən çəkin. Bax, burada ziyan vermək var. Ziyan vermək feilə aid xüsusiyyəti nədir? Təsdiqdədir. Sonra məchul növdə, deməli, ziyan vermək hansı növdədir? Məlum növdədir. Bu onun feilə aid xüsusiyyətidir. İsmə aid xüsusiyyəti, burada baxaq. Deməli, ziyan verməkdə nədən sualına cavab verir. Bir də çıxışlıq haldadır. Belə. Sonra yalanla dünyanı gəzmək olar, gəzmək, qayıtmaq. Gəzmək, qayıtmaq. Təbii ki, feilə aid xüsusiyyəti hər ikisi məlum növdədir, hər ikisi təsdiqdədir. İsmə aid xüsusiyyətlərindən nə sualına cavab verir və adlıq haldadır hər ikisi. Belə uşaqlar. Sonra hansı cümlədə altına xətt çəkilmiş sözdə ma şəkilçisini maq şəkilçisi ilə əvəz etmək olmur? Səbəbini izah edin. Uşaqlar, əgər bu ma şəkilçisi var, ma şəkilçisi bilirsiniz də bir neçə yerdə ola bilər. Bu homonim şəkilçisidir. Məsələn, isim düzəldən ma ola bilər. Sonra, ay Allah, hara gəldi çıxdı. İsim düzəldən ma ola bilər. Sonra sifət düzəldən ma ola bilər. Sonra inkar şəkilçisi ma ola bilər. Heç belə bir irəliləmir. Necə oldu ki, belə oldu? Hamısı eyni oldu. Uşaqlar, bu niyə belə oldu? Əlim hara dəydi burada? Tapdıq. Deməli, bir neçə yerdə ma ola bilər də. Yəni, ma homonim şəkilçidir. İndi biz bunu gəlin baxaq görək necə olanda, yəni biz onun yerinə, yəni onu biz məsdərin şəkilçisindən əvəz eləyə bilirik də. Təbii ki, bu məsdər olmalıdır ki, məsdərin şəkilçisindən əvəz eləyək. Görək, bu niyə belə oldu? Yenə. Baxaq. Baxın, məsələn, deyək ki, ma-nı bura yazaq. Ma. Nə oldu? İsim düzəldən oldu. Sifət düzəldən oldu. Sonra nə oldu? Başqa inkar şəkilçisi ma var. İnkar şəkilçisi biraz ekran çatı var ekranda. Ona görə biraz qəribə yaza bilər bu hissələrdə. Sonra bir də təbii ki, məsdər şəkilçisi var. İndi burada deyirik, hansını da deyir, maq şəkilçisi ilə əvəz etmək olmur. Olmursa, deməli, bu üçündən biridir də, uşaqlar. Olmursa, bu üçündən biridir. Məsdər olanda olar. Baxaq. Dərsin başlanmasına çox az qalırdı başlamağına. Asanlıqla mən bura ğı elədim, yəni başlamağına. Məsdər şəkilçisi qoya bildim. İnsan dahil olması üçün 100 il bəs etmir. Dahi olmağı üçün. Yəni, bunu da etdim. Ananın çığırtmasının. İndi fikir verin uşaqlar. Burada deməli, bu çığırtma var burada. Bu çığırtma isimdir. Çığırtma isim olduğuna görə artıq biz buna deyə bilməyəcəyik anamın çığırtmağının. Bu artıq isimdir. Bax, burada isimdir. Bunda diqqətli olun. Sonra mənə elə gəlirdi ki, bu barədə danışmamasının, yəni danışmamağının burada da eləyə bildik. Cavabımız oldu C. Nəyə görə burada eləyə bilmirik? Çünki burada deməli, ma burada isim düzəldən leksik şəkilçidir. Sözün kökü çığırt, çığırtmaqdan da çığırtma. Yəni, isim düzəldən şəkilçidir. Sonra 12-yə baxaq. Uyğun məsələləri isim müəyyən halında işlətməklə cümlələri tamamlayın. İnşallah bunu özünüz yəqin ki, bilərsiniz. Bu asandır. Onsuz da bu hissələrdə keçmişsiniz. Əsas məqamlar bizdəyək. Bu nə deməkdir? Məsələn, soruşmamaq eyib deyil. Məsələn, bura nə qoya bilərik? Məsələn, bura bunu qoya bilərik. Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
əlləri qabar olmuşdu. İşləməkdən əlləri qabar olmuşdu. Yəni üzərinə qrammatik şəkilçisi də artıra bilərsiniz. Bir əldə iki qarpız tutmaq olmaz. Böyüklərə qayğı göstərməyi öyrənməlisən. Təbiəti sevməyi öyrən. Həyat oradan başlar. Bu qədər. Sonra keçək görək burada nə var. Burada da gəlir fe'li sifət. Fe'li sifətdə uşaqlar. Deməli, fe'li sifətdə adından da görüldüyü kimi fe'il sifət ikinci hissəsinin xüsusiyyətini daşıyır. Yəni sifət kimi isim xüsusiyyətlərin, deməli, həm sifətin, həm də fe'lin xüsusiyyətlərinə malikdir. Məsələn, fe'il kimi nə bildirir? Hərəkət bildirir. Sonra həm də əlamət və keyfiyyət bildirir. Bu da onun sifətə aid xüsusiyyətləridir. Eyni zamanda sifətin sualına cavab verir. Necə, nə cür, hansı suallarına cavab verir. Sonra şəkilçiləri hansılardır? Deməli, şəkilçiləri bunlardır. Mış üstü 4. Sonra dıq üstü mənsubiyyət. Üstə gələk mənsubiyyət şəkilçisi. Sonra an üstü 2 şəkilçisi var. Ası üstü 2 şəkilçisi var. Sonra malı üstü 2 şəkilçisi var. Bir də mış üstü 4 şəkilçiləri var. Aha, mış yazmışım şu an, bir dəqiqə uşaqlar. Deməli, an, mış, dıq, ası, malı, hə, bir də acaq yazmamışam. Acaq. Yəni şəkilçiləri bunlardır. Bilirik ki, ümumiyyətlə yadınızda saxlayın ki, fe'lin təsriflənməyən formalarının şəkilçiləri qrammatik şəkilçilərdir. Yəni fərqi yoxdur da, hansı olur olsun. Şəkilçilərin hamısı qrammatik şəkilçilərdir. Bunlarda diqqətli olun. Sonra məsələn, bax bu keçmiş zaman, burada indiki zaman, gələcək zaman. Əslində fe'li sifət zamana görə dəyişmir. Sadəcə olaraq şəkilçilərində zaman məzmunu var. Məsələn, an şəkilçisində indiki zaman məzmunu var. Məsələn, gələn uşaq hal-hazırda gəlir də, elə deyil. İndiki zaman məzmunu var. Məsələn, mış şəkilçisi ilə dıq plus mənsubiyyət şəkilçisində bu ikisində keçmiş zaman məzmunu var. Acaq, deməli, malı, ası şəkilçilərində isə gələcək zaman məzmunu var. Bunlarda isə gələcək zaman məzmunu var. Qeyd edək ki, dəyişmir. Sadəcə olaraq məzmunu var, məzmun. Məsələn, görüləcək işlər hələ də görülməyib, bax, qarşıda görüləcək. Ona görə gələcək zaman məzmunu var. Baxılası tamaşa hələ baxılmayıb, qarşıdadır. Açılan səhər, yəni indi açılır da, indiki zamandır. Məsələn, oxumuş adam keçmişdə oxuyub, artıq görürsünüz, keçmiş zaman məzmunu var bunlarda. Sonra burada nə deyir? Deyir, altından xətt çəkilmiş sözləri kök və şəkilçi ayırın. Fe'li sifət şəkilçisini müəyyən edərək həmin şəkilçilərin yeni söz yaradın. Sonra tapşırığın sonunda verilmiş nəticəni tamamlayın. Deməli, fe'li sifət şəkilçisini deyir, müəyyən edin. Həmin şəkilçilərlə yeni sözləri, yəni yeni sözlərin üzərinə həmin şəkilçiləri qoyacaqsınız. Məsələn, burada sözün kökü təbii ki, nədir? Keç, ən. Ən şəkilçisi var burada. Ən şəkilçini indi başqa bir sözün üzərinə qoyaq. Məsələn, gələn. Gələn. Məsələn, özümüzdən gələn dedik burada. Sonra kəsilməmiş. Burada nə var? Uşaqlar, bax, burada bilirsiz nə var? Kəsilməmiş qarpız. Bu mə var, ha? Bu mə burada inkar şəkilçisidir. Miş də burada fe'li sifətin şəkilçisidir. İndi bu var, ha? Deməli, mamış, məmiş şəkilçisi. Fe'li bağlamada var. İndi orada deməli, orada da mamış, məmiş görə bilərsiniz. Oradakı bütövlükdə fe'li bağlamanın şəkilçisidir. Burada inkar üstə gəl fe'li sifətdən. Nə edəcəksiniz? Belə eləyək də. Mamış. Deməli, bu şəkilçini belə deyək də, ayanla əvəz eləyə bilirsinizsə və yaxud da ki, əyən. Bax, bəxt kəsilməmiş qarpız kimidir. Yəni, kəsilməyən, yerinə əyən qoyun. Fe'li sifətdirsə əyən yerinə qoya biləcəksiniz. Yox, fe'li bağlamadırsa yerinə madan qoyun. Məsələn, baxmamış getmə, baxmadan getmə. Başa düşdünüz? Fe'li sifət olanda yerinə əyən qoyun. Əyən qoya bilirsinizsə, deməli, buradakı ma inkardır, mış fe'li sifətdir. Madan qoya bilirsinizsə, onda bütövlükdə bu özü bir yerdə bir şəkilçisidir. Bax, burada diqqətli olun.
Sonra almadığın heyvanın nöqtəsindən ya hə bu mişik gəlin bir dənə sözün üzərinə qoyaq. Deyək ki, gecikmiş uşaq, gecikmiş uşaq. Bax burada görürsünüz, düzəltdik. Gecikmiş uşaq bir dənə fe'l sifət yarandı. Almadığın, burada dıq mənsubiyyət var. Şəkilçimiz budur. Almadığın heyvanın. Gəlin kök və şəkilçiyə ayıraq sonra. Sözün kökü nədir? Alma nədir? İnkar. Dığın da nədir? Fe'li sifətin şəkilçisi. Dığını gəlin başqa bir şeyin üzərinə qoyaq. Məsələn, gəldiyin. Axdığı, yenə də burada dığı var. Dığı, baxdığı məsələn deyə bilərik. Baxdığı var. Məsələn, deyiləsi, burada sözün kökü dedi, il şəkilçidir, leksik şəkilçidir. Əsi də fe'li sifətin şəkilçidir. Bunu düz əməl eləyə bilmədik burada. Deyiləsi. Sözün kökü dedi. İl leksikdir, əsi də qrammatikdir. Əsini qoyaq, görüləsi məsələn. Görüləsi. Məsələn, belə düzəldə bilərik, görüləsi. Yeni bir söz fe'l sifət yarada bilərik. Tikiləcək. Sözün kökü tikiləcəkdə tikdir. Tik. Burada göstərirəm, orada göstərə bilmirəm. İl leksik şəkilçidir. Əcəkdə fe'li sifətin şəkilçidir. Gəlin bu fe'li sifətin şəkilçisini başqa bir sözün üzərinə qoyaq. Məsələn, görüləcək. Sonra görməli yerlərini gəzdilər. Hə, şular sizə bir şey demir. Bu acaq şəkilçisi gələcək zamanda da ola bilər. Sonra fe'l sifətdə də ola bilər. Təbii ki, gələcək zamanın şəkilçisi gələcək zamanın sualına cavab verəcək. Fe'l sifətin şəkilçisi fe'l sifəti. Məsələn, deyirəm